Salamlar, saygılar, əziz dostlar. Bu cələsə Aşıq Veysəlin məşhur əsəri Uzun incə bir yoldayım türküsünün amuzişinə başlayıram. Bu türküdə kökümüz sol köküdə ola bilər, re köküdə. Mən bu amuzişdə sazımı re kökləmişəm. Az simlərin kökü, üst simlər, orta simlər. Bu türküdə mi bemol pərdəmizi çəkmişik bir miqdar aşağıya. Miyə yaxın olubdu. Təqribən bir yarım sant qalmışdı miyə. Bu pərdəni ikiyə endiririk buna, olur adı mi bemol 2. Fa diyez pərdəmizi də bir miqdar çəkmişik, fa yaxınlaşıbdır. Bu da olur fa diyez 3. Si pərdəmizi də bir miqdar si bemola yaxınlaşdırmışıq, üstə çəkmişik yəni. Bu da si bemol 2 olur ki, bu ahəngdə həm si bemol 2 işlənəcək, yəni bu pərdə çəkmişik üstə si'yi, həm si bemol işlənəcək. Əvvəl bölümün çalğısını çalıb sonra keçək amuzişinə.